Hoş geldin. Hoş gördük, salam. Ne varsa? Sağ ol. Evə çağırmışsan, o demək deyil, mən sən bildiyin qızlardanam. Bildim ben sana ne dedim ki? Deyirəm də, xəbərin olsun, mən sən bildiyin qızlardan deyiləm. Ne vardım ki ben sana? Niye böyle yeriyir? Ha Netflix'te təzə kino çıxıbdı, bəlkə elə onu qoşun baxaq. Nə demək istəyirsən, mən sən bildiyin qızlardan deyiləm, ha, ey. Bildim ben ne daxil bildiğim kızlardan. Necə nə dəxli? Qoyarsan Netflixdə kinonu, yavaş-yavaş kinonun 45-ci dəqiqədə nəfəsini verəsən qulağımın məmədiyini, alırsan mənə baş, aparasan yuxarı ortada, fış-fış elə şey yoxdur. Maşallah mənlə təcrübəlisən. Oradan Ay yaxşı da nə? Mənəm təcrübəli. Yaxşı, qələt elədim ay tez. Yaxşı. Mən sən bildiyin qızlardan deyiləm, ha. Yaxşı, bildiyim qızlardan deyilsən. Niyə hər dəfə belə yeriyirik? Hava da qaralır yavaş-yavaş. Nə demək istəyirsən? Yox, heç nə demək istəmirəm. Prosta deyirəm ki, hava qaralır. Hə, hava qaralır cümləsinin alt tam sənə qədər şey yazdı. Ay yox, mən Hava qaralır, qal bizdə, getməcədə yuxarıda uzanaq özümüz üçün deyək, gülək, yataq bir yerdə uzanaq, sabah duraq çıxaq gedək. Odur, mən bilmirəm ki. A bu ev deyəsən sənin də, mənim ağlıma gəlməyən şeylər sənin ağlına gəlir. Mən sən bildiyin qızlardan deyiləm, bax deyirəm sənə. A bildiyim qızların nə dəxli var ya bu? Mən deyirəm sənə, bax Sən evlənəndə belə yeriysən? bax, sənə xəbərdarlıq edirəm. Mən gecə yatanda çaşarsan sənin ağlından gecənin bir gəzib keçər. Bax deyirəm, ağlı baş verir, mən sən bildiyin qızlardan deyiləm. Bildim, mən bilmədiyim cümlələr sən hardan bilsin? Əməlli təcrübəm var ha sən bildiyim qızlardan Nə deyil. demək istəyirsən? Ay yaxşı da mən onu demək Nə istəyirəm. demək istəyirsən? Yox, Bax görürsən busuz, bax siz. Siz oğlanlar hamınız beləsiz. Bildim, mən onu demək istəyirəm. Sən bağa düşdün, əsəbləşəndə sənə nəsə olur.